Sərfəli büdcəyə uyğun yeni iPhone 17i modeli artıq satışdadır. Gəl görək, əvvəlki illə müqayisədə hansı yeniliklər var. İlk yeniliyi daha dözümlü olmasıdır. Zərbələrə davamlı alüminium korpusu və ön hissədə də Ceramic Shield 2 qoruyucu şüşəsi var. Bu da 16 ilə müqayisədə cızıqlara qarşı 3 dəfə daha möhkəm qoruma təmin edir. 48 megapiksellik kamerası ilə yüksək keyfiyyətli şəkil və videolar çəkə bilər. 256 GB-dan başlayan yaddaş sayəsində də daha çox fayllarını yadda saxlaya biləcəksən. Ən əsas yeniliyi isə MagSafe'in gəlməsidir. Bəs standart iPhone 17 modellərində olub, bunda olmayan nə var deyə soruşursansa, əsas fərqlər yan kamera düyməsi, Dynamic Island və geniş bucaq çəkilişinin olmamasıdır. Ekranı isə 60 Hz-dir. Əgər sənə minimal, amma güclü və daha sərfəli büdcəyə uyğun bir iPhone lazımdırsa, iPhone 17i yaxşı seçimdir.